Bu ildən Əmək Məcəlləsində əhəmiyyətli dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də əmək məzuniyyəti zamanı orta əmək haqqının hesablanması ilə bağlıdır. Bu barədə əvvəl də məlumat vermişdik, ancaq məsələdə bəzi incə məqamlar var. Buna görə də dəyişiklik ilə bağlı mütəxəssislərdən və Dövlət Əmək Müfəttişliyi Xidmətindən açıqlama almışıq. Əmək Məcəlləsinin 111.1-ci maddəsinə əsasən işçiyə məzuniyyət üçün orta əmək haqqı hesablanır və ödənilir. Orta əmək haqqı isə 12 aylıq əmək haqqının toplanıb iş günlərinin sayına bölünməklə alınan rəqəmin məzuniyyət günlərinin sayına vurulması yolu ilə hesablanır. Əgər bu məzuniyyət haqqı işçinin sonuncu əmək haqqından az olarsa, onda sonuncu əmək haqqı məbləğində məzuniyyət haqqı ödənilir. İşçi məzuniyyətdə olarkən onun vəzifəsi, peşəsi və bu məcəllədə nəzərdə tutulmuş qaydada minimumdan aşağı olan əmək haqqı məbləği saxlanılır. Burada biz nə demək istəyirik? İşçinin məzuniyyət vəsaitini hesablayan zaman həmin vəsaitin məbləği onun son aldığı əmək haqqı məbləğindən aşağı gələrsə, biz bu zaman ona yuxarı olan məbləğlə hesablayırıq. Bu bizim yeni dəyişikliyimizdir. Əvvəlki qanunda məbləğ aşağı gələrdisə, həmin məbləğ həmin vəsait kimi hesablanıb ödənilirdi. Məzuniyyət zamanı orta əmək haqqının ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsində tənzimlənir. Həmin maddənin 5-ci bəndinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlamasına ən gecə 3 gün qalmış ödənilir. Dəyişiklik işçilərin məzuniyyət zamanı orta əmək haqqını daha çox almasına səbəb olur. Əgər işçi hesablamaqda çətinlik çəkərsə, bu halda işə götürən və işə götürənin maliyyə mühasibat xidmətinə müraciət edərək vəsaitin düzgün hesablanmasını tələb edə bilər. İşçilər vəsaitin həqiqətən də yanlış hesablanıb, onlara yanlış ödənildiyini müəyyən ediblərsə, bu zaman Azərbaycan Respublikasının ərazisində əmək qanunvericiliyinə, dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına, yəni Dövlət Əmək Müfəttişliyi Xidmətindən müraciət edə bilərlər. Onların bizə müraciətindən sonra biz araşdırırıq və araşdırma zamanı həqiqətən də müəyyən ediriksə ki, işçilərə kompensasiya məbləği və yaxud da məzuniyyət məbləği az ödənilmişdir. Bu zaman tərəfimizdən işə götürənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh nəzərdə tutulur. Qeyd edək ki, iş yeri bağlanarsa, bu işə götürəni məsuliyyətdən azad etmir. Ümumilikdə dəyişiklik daha ədalətli hesablama aparılmasına imkan verir. Şəkərnan Şahəliyeva, Şəhriyar Əhmədli, Fərid Məmmədov, İqtisadi Zona.